Adam bu şəkilə baxıb pizza istəyir. Dəyərli sahibkarlar və iş adamları. Bu silsilə videolarımız bufet tipli restoran açdıqda nələrə fikir vermək lazımdır? Heç bunu bilirdinizmi? Bugünkü təlimimizin mövzusu 10 məqamdan, bufet tipli restoranın 10 məqamından danışılacaq. Məhsul planlaşdırılması və çeşid balansıdır. Nə çox məhsul qoymaq lazım deyil, israfa gedir, nə az. Onda qonaq şikayət olur. Optimal orta məxrəci tapmaq lazımdır. Soyuq salat stansiyası olmalıdır, isti çeşid stansiyası olmalıdır, hərəsində 4-5 tür qarnir olmalıdır. Vacib məsələ sos və çörəklər, desert və içki. İçki ola bilər ki, self-service, qonaq özü götürə bilər və yaxud qonağa kassadan verib hesabına vurmaq olar. 2 isə qida təhlükəsizliyidir və gigiyenasıdır. Bu o deməkdir ki, qonaqlarla, gələn müştəri ilə bufet arasında qoruyucu bir şüşə olmalıdır, sneeze guard olmalıdır. Bütün yeməklər, isti yeməklər 60 dərəcənin üstündə saxlanmalıdır. Soyuq yeməklər isə 4-6 dərəcədə soyuqda saxlanmalıdır. 3. Sürətli yenilənmə və koordinasiya. Bu o deməkdir ki, hər hansı bir yeməklər bitdikcə biz zalda olan işçilər və yaxud aşpazlar belə özləri tez yeməkləri refil etməlidir. Doldurmalıdır ki, gələn qonaqlar boş konteynerləri boş görməməlidir. 4. Məkan planlaşdırması və onun axını. Bufetlə zalın arasında olan bir koridor olmalıdır ki, orada heç bir qonaqlar gəldikdə heç bir tıxac əmələ gəlməsin. Desert və içki stansiyası isə həmişə əsas yeməkdən, soyuq və salatlardan ayrıcı olmalıdır. 5. Personala ehtiyac. Bu deməkdir ki, əgər zalda belə işçi sayı azdırsa, ona baxmayaraq mətbəx tərəfdə, bufet tipli restoranda işçi sayı çox olmalıdır ki, isti yeməklər tez-tez bişirilib, az bir porsiyada qonaqlara təhvil versin və ərazi mütləq halda gigiyenik tərəfdən də bufetin özü də belə təmiz olmalıdır. 6. İsrafın idarə olunması və waste management. Bu deməkdir ki, hər hansı bir çox qoysanız, bufet öncədən başlasa günün önündə deməli, yeməkləri çox bir posta hazırlamaq lazımdır ki, gələn qonağa biz onu təklif edə bilər. Günün sonuna isə, bufetin sonuna isə postları azaltmaq olar. Buna da waste management deyirlər. Onu tənzimləmək daimi lazımdır bir sahibkar olaraq. Ziyana getməsin. 7. Qiymət strategiyasıdır ki, bu hər bir qonaq başına, adam başına orta məhsul dəyərini hesablamaq lazımdır. Həftə axırları isə weekendlərdə fərqli qiymət belə gələn qonaqlarımıza təklif edə bilərik. Təchizat ilə əlaqələr 8. Bu o deməkdir ki, gündəlik və sistemi ilə qurmaq lazımdır ki, gündəlik və həftəlik məhsullar, keyfiyyətli məhsullar sizin restoranınıza qəbul edə biləsiniz. Və xüsusən də təzə ət, süd məhsulları və tərəvəz belə gündəlik restoranın təminatı 100% olmalıdır. 9. Avadanlıqdır ki, bu bufet tipli restoranlarda nəyə fikir verməliyəm? Benmarin olmalıdır ki, isti yeməklər saxlanılmalıdır, cold display, soyuq stansiyalar olmalıdır. Mütləq zal və mətbəxdə güclü ventilyasiya sistemi olmalıdır və ən vacib məsələlərdən biri peşəkarcasına arxa tərəfdə, mətbəxin yanında belə dishwasher sistemi, qab yuma sistemi də təmin olunmalıdır. Nömrə 10. Təmizlik və servis mədəniyyətidir ki, burada gələn qonaqların masaları çirklidirsə, həmən dəyişib, digər gələn təzə qonaqların masaları belə çirkli olmamalıdır və qonaqlar nəinki yer döşəməni, nəinki bufeti və ərazini belə nəzarətdə saxlamalıdır. Bufet tipli restoranlarda ən vacib 3 məqam. Personal və gigiyena, israfın idarə olunması, menyunun balansı və güclü halda logistikanın təmin edilməsidir. Uğurlu projelər arzulayıram. Daha maraqlı və ətraflı məlumatlar almaq üçün bizim YouTube kanalımızı izləməyinizi davam edəsiniz.